Keçmişdə sosial media və televiziya proqramlarının az olduğu dövrlərdə ürək xəstəlikləri barədə məlumatlılıq da məhdud idi. Kardioloqların dərmanla izlədiyi və ya həkimə getməyən xəstələrin qəfil vəfat etdiyini eşidirdik. İndi bu xəstələr barədə daha çox məlumatımız olur. Diaqnoz qoyulan xəstələrin kardioloq və ürək cərrahları tərəfindən birlikdə ətraflı qiymətləndirilməsi vacibdir. Dərmanla, invaziv üsullarla və ya cərrahi yolla müalicə imkanı olan xəstələrin şura qərarı ilə müalicə edilməsi rəqəmlərin azalmasına kömək etsə də, hələ də heç bir şikayət olmadan həyatını itirən çoxlu xəstələr var. Müntəzəm nəzarət və ailə anamnezi çox önəmlidir. Gənclərdə risk faktorları artır. Kardiologiya üzrə mütəxəssis Professor Doktor Ahmet Yıldız gənc əhali arasında ürək xəstəlikləri riskinin getdikcə yüksəldiyini vurğulayıb. Gənclər arasında siqaret istifadəsi, piyələnmə və diabet göstəriciləri Avropa ölkələri ilə müqayisədə ciddi artım göstərir.